Alimlər deyirlər ki, əl-mər'atu salihə, salihə qadın, hansı ki, bu vəsiflər onda var, qeyd elədiyimiz vəsiflər. Xayrun lil-mu'min minəl-ayneyn, mömin üçün 12 gözündən daha xeyirlidir. 2 gözündən daha xeyirlidir. Vəl-yədeyn, 2 əlindən daha xeyirlidir. Vəl-ricleyn, 2 ayağından daha xeyirlidir. Fikir verirsiniz, 2 gözündən, 2 əlindən, 2 ayağından daha xeyirlidir. Salihə qadın, dəyərli qardaşlar, elm əhli deyir ki, əgər evlada dini tərbiyə verə bilməsə də, onun elmi yoxdur. Tövhiddən, sünnətdən elmi azdır. Necə deyərlər, özü ancaq əməl edir. Ən azından evladlarını pozmayacaq. Tərbiyə verə bilmir, şərii tərbiyə. Onu verməsə də, ən azından onların ədəbin, əxlaqını pozmayacaq sən olmayanda. Onlar xəta eləyəndə göz yummayacaq. Örtbasdır eləməyəcək. Vallahi, bugünkü problemlərin, evladların, əxlaqının, ədəbinin pozulmasının ən böyük səbəblərindən onların gizlədilib örtbasdır eləməsidir. Lazım deyil örtbasdır eləmək. Sən deməlisən ki, qoy o tərbiyə olunsun, qoy onu öyrədilsin. Allimuhum və əddibuhum. Öyrədin və ədəbləndirin. İmam Əli deyir ki, öyrədin onları və ədəbləndirin onları. O bilməlidir onun atası ki, onda hansı naqisliklər var. Tövhiddə hansı naqislik var. Sünnətdə hansı naqislik var. Böyük-kiçikdə hansı naqislik var, onu öyrətmək lazımdır ona. Sən bu gün örtbasdır eləsən, Peyğəmbər sallallahu əleyhi və səlləmin hədislərinin altına düşmürsən. Çünki salihə qadının vəsifindən biri nə idi? Evladlarını qoruyur. Lə təxunullaha və rasulə. Allaha və Rəsulünə xəyanət eləməyin. Əmanətlərə xəyanət eləməyin. Xəyanətə o da daxildir. Alimlər deyirlər ki, xəyanətə o da daxildir. Əksinə nə eləmək lazımdır? Susmaq lazım deyil. Ən gözəl şəkildə ədəbli olması üçün səbəbləri götürməlisən.